Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the correct variant, düzgün variantı seçin. Guests were invited to the party but came. Göründüyü kimi birinci nöqtələrdən sonra gələn isim guest cəmdədir. Variantlara baxsaq, A variantında a lot zərfdir və ondan sonra isim gəlmir. O feildən sonra işlənir. A variantına çıxdıq. B variantına baxsaq, many quantifier özündən sonra sayıla bilən cəm isim tələb edir. Deməli, bu düzgün gəlir. C variantında a lot of özündən sonra sayıla bilən cəm və sayıla bilməyən isim tələb edir. Deməli, bu da düzgündür. D variantında many yuxarıda qeyd etdiyimiz kimi düzgündür. G variantında much isə özündən sonra sayıla bilməyən isim tələb edir. Guest isə sayıla bilən cəm isimdir. Deməli, Y variantında çıxdıq. İkinci tərəfə baxsaq, burada nöqtələrin yerinə gələn təyin edici birinci tərəfdəki guest cəmdə olan ismi əvəz etdiyindən, ikinci tərəfdə a little ola bilməz. Çünki a little quantifier'dan sonra sayıla bilməyən isim gəlməlidir. Bizdə iki variant qaldı. Hər iki variantın birinci tərəfi eyni mənanı verir. Çoxlu kimi tərcümə olunur. Və cümlənin tərcüməsindən belə çıxır ki, qonaqlığa çoxlu qonaqlar dəvət edildi, lakin gəldi. Buradakı nöqtələrin yerinə eyni mənanı verən quantifier'ı qoysaq, leksik cəhətdən düzgün səslənməz. Deməli, B variantı səhvdir, çünki a lot of da çoxlu mənasını verir. Lakin ikinci tərəfə few quantifier'ını qoysaq, az mənasını verən. Lakin az gəldi. Bu leksik cəhətdən düzgün tərcümə olunur. Deməli, düzgün cavab C variantı. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Bu tip videoların daha çox qarşınıza çıxmanı istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Daha geniş dərs və test izahlarına baxmaq istəyirsinizsə, kanalın biosundakı YouTube linkinə keçid edə bilərsiniz.